67-ci sual Kakuro sualıdır. Deyir, Kakuroda sütun və sətir üzrə bu ağ xanaları deyir, doldurun. Deyir və həmin o bloklarda şaqul və üfüqi yazılan ədədlərin cəmi həmin blokdan əvvəlki rəngli üçbucağın üzərində qeyd olunur. Ümumiyyətlə, bu oyunların şərtləri adətən çətin yazılır, çaşdırıcı olur. Halbuki çox rahat bir şey. Deyir ki, yəni bu 3 dənə rəqəmin cəmi 24 olsun. Bu 3 dənənin cəmi 10 olsun. Və yaxud da ki, bu 3 dənənin cəmi yuxarı doğru 23 olsun. Çox sadə bir şeydir əslində. Bir dənə deyir ki, ədədlər bir rəqəmli olsun. Yəni sən bura götürüb 11 yazma, nə bilim 13 yazma, hamısı bir rəqəmli olsun. Və deyir ki, 0 olmasın içində. Deməli 1-dən 9-a kimi. Bir dənə deyir, təkrar olunmurlar. Təkrar olunmur o demək deyil ki, burada heç nə təkrar olmaz. Məsələn, ola bilər ki, burada da biz 4 görək, məsələn deyirəm. Burada da 4 görək. Sətir üzrə, sütun üzrə təkrarlanma olmaz. Yəni burada məsələn 2 dənə 4 olmamalıdır. Və yaxud da ki, sütun üzrə burada da məsələn 8, burada da 8 olmamalıdır. Amma ümumilikdə məsələn dəxilsiz yerlərdə burada və burada məsələn təkrar ola bilər. O problem deyil. Bizim üçün burada ipucu olan ədədlər var idi. Nə mənada? 24 ədədini ala biləcəyimiz 3 dənə rəqəm lazımdırsa bizə, sadəcə 9 və 8 və 7 bunu bizə verir. 23-ü biz sadəcə 9, 8 və 6-dan ala bilərik. Bunlar mən ipucu kimi başında qeyd edirəm. Kakuronun oynama qaydasını sizə göstərirəm. İpucu olan ədədlərimizin rəqəmlərini gedib yazırıq onun ətrafında. Yazdıqda üstünə xətt çəkəcəm çünki. İndi bu böyük ədədlərin yanında 10 veriblər. 10 isə kiçik rəqəmlərlə də alına bilər də. Elə eləməliyəm ki, məsələn 10-la, baxın bu 23-lə bu 10-un kəsişməsi var burada. Bura elə bir şey qoyum ki, 23-ə mane olmasın da. Məsələn, ora 1 qoysam, 3 qoysam, 4 qoysam, 23 rəqəmlərinin üst-üstə düşməz. Onda nə qoyaq ora? Baxın, 23 rəqəmləri 9, 8, 6-dır. 9 qoysam, 10 almaq üçün, onda 1 və 0 işlədim, 0 deyir olmaz. 8 qoysam, onda 10 almaq üçün gərək 1 və 1 qoyum, təkrarlamaq olmaz. Kakuro çox bəsitdir əslində. Deyir ki, təkrar eləməyin. Bir də deyir ki, 0 işlətməyin. 1-dən 9-a nə qoyursa qoyun, cəmlər alınsın. İpucu ədədlərimiz də var. 23-dən 24 məsəl üçün. Və onda mən bura nə qoyacam? 9-dan 8 alınmırsa 6 qoyacam. İndi 10 almaq üçün 6 yazmışam, 2 dənə çatışmır. Onun 6 çıxanda 4 qalır. 4 nə ilə nəyin cəmidir? 1 ilə 3-ün. 2 ilə 2 deyə bilmərəm də, təkrar olmazaq. Onda yazıram bura 1 və 3. İndi 1 ilə 3-ü yerləşdirərik, hələ ki qalsın. 24 ilə, baxın burada da 10-un kəsişməsi var. Mən burada 24-ün rəqəmlərindən 9-u bura qoysam, 10 alanda problem yaşayacam. 8 də qoysam problem olacaq, 7 qoyuram. 7 var burada çünki. 10-dan 7 çıxanda 3 qalır. 3 nə ilə nəyin cəmidir? 1 ilə 2-nin. İndi mən bura, məsələn bu xanaya 2 qoysam, 7, 2, 1. 2 qoyanda bu 10-u almaq üçün, axı onun içində 2 yoxdur, 3 və 1 var. Burada onda 6, 2, 2, 10 elədi, təkrarlanma oldu. Olmaz. Deməli, onda ortaq bir şey qoymalıyım da. Bura 1 qoyuram. Burada 2 qoyuram. 7, 1, 2, 10. 10 almaq üçün 6, 1, 7 elədi. Burada 3 qoyacam, olacaq 10. Əla. Heç bir problem yaşamadan yazdıq. Qaldı indi bu 24-ün 7-sini yazmışıq 9-dan 8. Mən əgər bura 9 qoysam, 9 gəlir 3, 12 eləyir. Onda bu c-ni yerine yazmağa heç nə qalmır. Ona görə 8 qoyuram. Bura 9 qoyuram. 8 üstə gəl 3, 11. Bura 1 yazıram. Oldu 12. 12. Bir də mən sizə bir şey deməyi unutmuşam. O nə idi? Bir dənə oyunu bitirək sonra. Yəni bu sual üçün çox da əhəmiyyət kəsb edəməyəcək, amma ki deyəcəm onu da. Digər suallarda lazım ola bilər. Burada 9 yazmışam, 6 yazmışam. Nə çatışmır? 8. Və bitdi. Burada baxın üçbucağın içindəki ədədlərdən birini gizlədib A qoyubdu yerinə. Onu da bilin ki, Kakuroda burada qeyd olunmasa belə bu 3 dənənin cəmi oyunumuz bitdi artıq. Bir dənə bunları silək. Kakuroda belə bir qayda var. Qanuna uyğunluq var. Bu 3 dənə ədədin cəmi bu 3 dənənin üstə düşməlidir. Yəni ki, siz bunları toplayırsınız. 12, 23, 10. Nə eləyir? 45. Onda 24, 10, 34. Bu da 11 olsun ki, olsun 45. Deməli, A oldu 11. Və yaxud da ki, onsuz oyunu tamamlamışıq da buradan da götürə bilərəm. 8, 2, 1. Toplayanda eləyir 11. Yəni, belə də alına bilər, belə də alına bilər. Və baxıram ki, heç bir təkrar yoxdur. Bu 8-lər bir-birinə problem yaratmır, çünki yerləri fərqlidir. Bütün cəmlər də ödəyir.
Deməli oyun bitdi. Heç bir qayda pozuntusu yoxdur. A 11-dir, B 2-dir, C-dəki 1-dir. Bunların cəmi mənə verir 14. Cavab olur A variantı.